Xaçmaz rayonu Çınartala kəndindəyik. Çınartala kəndi mənim uşaqlıq illərimin keçdiyi bir kənddir. Bura əsas meydan sayılır, kəndin meydanı. Və burada məscid var. Məscidin həyətində də ənənəvi olaraq, Xaçmazda ənənəvi olaraq xurma ağacı var. Nəyə görə Ceyhun müəllim, xurma ağacları çoxdur Xaçmazda? Həm yəqin ki, belə düşünürəm ki, yəni iqlimimizə daha uyğundur, daha yaxşı məhsul verir və genişə. Təkcə Xaçmazda deyil, Azərbaycan demək olar Şimal bölgələrində daha çox. Şimal bölgələrində daha çoxdur, bəli. Zaqatala, Şəki, Balakən, Qax, Xaçmaz. Qubada azdır məncə, yəqin soyuq iqlimlə. Düzənlik ərazilərində. Burada da bulaq var. Məhəmməd Əhmədoğlu tərəfindən 90-cı ildə inşa olunmuş bulaq var. Vəfat edibsə Allah rəhmət eləsin. Sağdırsa da Allah rəhmət eləsin. Çox gözəl bir məscid. Gözəl bir həyəti var məscidin. Yox, yəqin ki bağlıdır. Gəlin biz yolumuza davam eləyək. Kənd istiqamətində gedək. Xaçmaz rayonunda olan kəndlərin özünə məxsusluğu var. Düzdürmü Ceyhun müəllim? Nədir özünə məxsus olan hissələr Xaçmazın kəndlərində? Yəni çətin bir sualına. Elə istədim ki, Çınartala haqqında elə özüm məlumat vereyim. Gəlin əvvəlcə Xaçmaz haqqında baxaq. Azərbaycan şimalında yerləşir. Xəzər dənizi sahillərinə yaxın ərazidə yerləşir Xaçmaz. Ölkənin ən gözəl, ən qədim diyarlarından biridir. Bu rayonun təbiət incilərindən biri də elə Samur Yalama Milli Parkıdır. Xaçmaz rayonu ərazisində yerləşir. Çınartala kəndi də elə görürsünüz ki, arxada olan fondan həm yaşıllığı ilə, həm də səmimi insanları ilə seçilən bir kənddir. Xaçmaz rayonu ümumiyyətlə yarım sərt, düzdürmü Ceyhun müəllim? Yarım sərt iqlim zonasına daxildir. Yaz ayları mülayim, yaylar isə isti, nisbətən də rütubətli keçir, nəmişli olur. Qışlar isə yarım yumşaq keçir. Dənizdən gələn rütubətli hava və meşəli ərazilər iqlimin mülayimliyini təmin eləyir. Orta illik temperatur isə 12-13 dərəcə Selsi olur. Yanvar ayında müsbət 2 dərəcə Selsi, iyulda isə müsbət 24, hətta 26, bəzən isə şəhər mərkəzində 30-a 40-a çatan da temperatur biz müşahidə edə bilərik Xaçmaz rayonunda. Yağıntıların miqdarı da il ərzində təqribən 400-600 millimetr olar. Belə mən burada yaşamışam, bilirəm ki, təqribən elə olar. Yayda Kürdəmirdən fərqlənmir bəzən. Yayda bəzən Kürdəmirdən fərqlənmir, Xaçmazın mərkəzi. Amma demək, Çınartala kəndi isə rütubətli bir kənddir. Bu kənd təsərrüfatı üçün də çox əlverişli bir şərait yaradır. İndi görürsünüz ki, baxın, insanlar burada fındıqla məşğuldur. Əsasən bu kəndin əhalisi əsasən əkinçilik və bağçılıqla məşğul olur. Ərazidə alma, armud, fıstıq, gilas, albalı, nar, sonra nar olur, albalı olur. Üzüm bağları da elə geniş yayılıb. Üzüm bağları da geniş yayılıb, amma biraz yolları çox palçıqlıdır. Yollar həddindən artıq palçıqlıdır, çünki bura kənddir. Kənddə belə olmalıdır, normaldır. Və belə deyim, bu məhsullar ancaq yerli bazarlar üçün təbii ki, istehsal olunmur da, düzdürmü Ceyhun müəllim? Həm də respublika üzrə paylanır, həmçində digər ölkələr üçün də bu məhsullar belə deyim, ixrac olunur. Və son illərdə də kənd təsərrüfatı, turizm, kənd təsərrüfatı sahəsində də yeni təşəbbüslər formalaşır ölkəmizdə. Yeni ideyalar, innovativ yeniliklər formalaşır. Bu il bilirik ki, biz iqtisadiyyat üzrə Nobel mükafatı məhz innovasiya sahəsində, təbii ki, bunun innovasiyaların iqtisadiyyata
təsirinin ölçülməsi ilə bağlı 3 şəxs Nobel mükafatı aldı. Məncə yolumuz bu tərəfə olmalıdır. Mən elə hiss edirəm. Soruşa bilərsiniz ki, bəs yol hara aparmalıdır sizi? Yol bizi aparmalıdır. Mənim uşaqlığımın keçdiyi evimizə, yerimizə aparmalıdır. Sonra biz köçdük müəyyən səbəblərdən Xaçmaz şəhərinin mərkəzinə və orada davam oldu. Son illərdə bilirsiniz ki, turizm, kənd təsərrüfat sahəsində yeni təşəbbüslər formalaşır. Daha çox gənclərimiz təbiət turlarına, həmçinin də ailə bağçılıq təsərrüfatlarına və ekoloji layihələrə də çox maraq göstərirlər. Tarixi mədəniyyəti baxımından istərdim ki, Ceyhun müəllim bizə danışsın Xaçmazın tarixi mədəniyyəti haqqında, bizə məlumat versin. Mən isə həmin müddət ərzində də sizə kəndin gözəlliklərini təqdim edeyim. Mən mikrofonu uzadıram Ceyhun müəllimə. Ceyhun müəllim, sən bizə danış Xaçmaz haqqında, biz də təbiətin gözəlliklərini. Xaçmaz uzun müddət belə deyək də Quba xanlığının ərazisində olub. Ümumiyyətlə belə deyək də burada olan əhalinin də əksəriyyəti Quba ərazisindən gələn əhalidir. Rayon kimi fəaliyyət göstərməmişdən qabaq bir növ köçər əhali üçün bura qışlaqlar olub. İndi görmək olur ki, Xaçmazın bəzi kəndlərinin adında oba, məsəl üçün oba var, məsələn palçıq oba və yaxud da digər obalar var ki, bunlar da bu əhalinin burada rayon olmamışdan qabaq daha əvvəlki dövrlərdə yaylaq və qışlaq kimi bu əraziləri istifadə ediblər. Xaçmazın tarixi, məsələn, Xaçmazın köhnə Xaçmaz ərazisində qədim Alban kilsəsinin olması, eyni zamanda Sərkərov təpə yaşayış ərazisi, sonra Işıqlar kəndində, əslində ora üçün də çox maraqlı vlog çəkmək olar, orada gedə bilərik bir gün. Orada 15-ci əsrdə Şeyx Yusif Müşkirinin orada məqbərəsi var. Xəlvətiyyə təriqətinin olub, sufizmin. Orada yaşayıb, yaradıb. Hal-hazırda Xaçmaz tanınır öz nabranı ilə, turistik bir yerdir. Demək olar, bəlkə də Xaçmazın adından çox daha çox Azərbaycan əhalisi Nabranın adını işləyir. Nabranı tanıyır. Nabranı ayrı bir şəhər kimi, rayon kimi tanıyan insanlarımız var ki, Nabran necə yəni Xaçmazın bir hissəsi ola bilər. Bütün Sovet ölkələri arasında tanınmış bizim rayonumuzdur, şəhərimizdir deyirlər bəzən Nabran. Nabran elə bilirlər ki, ayrı bir rayondur. Xaçmazdan ayrı, amma bir ki, Xaçmazın tərkibindədir. Daha sonra Xəzər dənizinə qonşuyuq. Eyni zamanda bəzi kəndlərimizdə balıqçılıq və ya digər peşə ilə məşğul olan insanlar olub. Belə danışdıqca yadıma düşər. Daha ətraflı məsələlər. Çox sağ ol Ceyhun müəllim. Ceyhun müəllim bilirsiniz ki, bizim tarixçimizdir. Tarixlə dərindən maraqlanıb, təhsilini də o istiqamətdə səhv eləmirəmsə. Elədir. Dil, ədəbiyyat, tarix, hamısı humanitar sahədir, belə deyək. Xaçmaz ərazisi bilirsiniz ki, həm də qədim Quba Xaçmaz bölgəsinin mədəniyyət mərkəzlərindən biri sayılır. Elə Çinartala kəndinin yerləşdiyi ərazi də tarixən qədim Qafqaz Albaniyasının torpaqlarına daxil olubdur. İt səsi gəlir Ceyhun müəllim. Nə görürsən, açıq olar it yoxsa? İnşallah yox. Qoy yoxlayaq. Mən kameranı hazır vəziyyətə salım ki, bəlkə izləyicilərimiz baxmaq istəyər, it insanlara necə hücum edə bilər, əgər o açıqdırsa insanlara necə hücum eləyə bilər. Məncə orada bir açıq it görsənir. Amma orada 2 it olduğu üçün biraz ehtiyat etmək lazımdır. Davam eləyək Ceyhun müəllim, yoxsa? Davam edək, getdik. Bir it də buradan bizə baxır, amma o heç də aç, bağlı itə oxşamır. Demək ki, biz yolumuzu davam etdirməliyik digər istiqamətdə. Bəli, qorxub geri qaydırıq. Yox, əslində zəncirlidir. Zəncirlidir? O hər ehtimal qaydaran.
Aha, biz burada hələ ki yayımımızı dayandırıb bəzi dəqiqləşdirmələr aparıb yolumuzu davam eləyəcəyik. Böyürtkən də Xaçmazda ən çox yetişən bitkilərdəndir. Çünki hər tərəf koldur, rütubətdir, uyğun şərait var. Çox sağ olun Ceyhun müəllim. Gözəl. Hə, belə deyək. Biz it ürən tərəf yox, işıq gələn tərəfə fikirləşdik ki, gedək. Sonra yadıma düşdü ki, xəritədə mən əvvəlki evimizin yerini nişanlamışdım. Burada da bir bulaq var, həm də burada nə var Ceyhun müəllim? Qəbirstanlığa oxşuyur. Buranın suyundan da içmək yaxşı olur. Fikir versəm bütün sular 90-cı ildə inşa olunub bulaqlar. Məhəmməd Əhmədoğlu tərəfindən. Rəhmətə gedibsə Allah rəhmət eləsin, sağdırsa da Allah rəhmət eləsin. Kim olubsa. Qəşəng bulaqlar düzəldir. Hə, burada kəndin qəbirstanlığıdır. Burada tarix yatır, insanların tarixləri burada yatır. Biz yolumuza davam edirik. Demək, axırıncı dəfə danışırdıq ki, kəndin yaxınlığında arxeoloji belə deyək, qazıntılar tapılıb, hansı ki bu qazıntılar göstərib ki, buranın tarixi minilliklərdir. Minilliklərdir ki, burada belə deyək, insanlar yaşayıblar uzun əsrlər. Xalq mahnıları, atalar sözləri, nağıllar, mərasim ənənələri bu kəndə də məxsus olub. Qorunub saxlanılır hələ də. Xüsusilə də payız yığımı, Novruz bayramı da kənddə xüsusi coşqu ilə qarşılanır, qeyd olunur. Çünki buranın əhalisi daha çox meyvəçilik, bağçılıq, kənd təsərrüfatı, maldarlıqla məşğuldular. Salam əleyküm. Burada görürsünüz ki, bütün insanlar sizi görəndə salam verirlər, siz də salam verməlisiniz. Bu bir növ ənənəyə burada. Əslində bütün kəndlərimizdə belədir demək olar ki, Ceyhun müəllim. Bu barədə nə danışarsınız ümumiyyətlə belə bizim bu ənənələrimiz barəsində? Yəni gördüyümüz kimi bəlkə biz tanıdılar, tanımadan insanlar həmişə çalışır ki, sizi xoş qarşılasınlar. Xüsusən də biz bilirik ki, biz qonaqpərvərlik bizdə böyük bir ənənədir. Demək olar bütün rayonlarımızda, bütün kəndlərimizdə. Ceyhun müəllim, bir dənə pis bir şey deyəcəm. Biz biraz yolu səhv gəlmişik. Gəlin yolu o tərəflə biz davam edək. Tamam. Çünki biz oradan ora getməliydik. Bizdə xəritə belə göstərir. Aha, Ceyhun müəllim. Hə, bayaq da gördüyümüz kimi balaca dostumuz bizi salamladı. Belə deyək də, öz böyüklərindən gördüyü ənənəni bir növ özündən asılı olmadan davam elətdirir. Qarşısına çıxan şəxslərə salam verməklə. Bəlizan müəllim. Bəlizan müəllim salam edirəm. Müəllim, valla kətdəyəm, ona görə cavab verə bilməmişəm. Hə, Zami müəllim, sizə salamlar səsləndiririk. İndi hal-hazırda bütün Azərbaycan vloqdan sizə siz salam səsləndirə bilərsiniz. Bütün Azərbaycana, indi Azərbaycan sizi eşidir. Buyurun. Eşitmədim o kimi salam gözləri. Bütün Azərbaycan indi Qafqaz 4466 kanallı. Kimsiniz? Hal-hazırda Ceyhun müəllimlə mənik. Ceyhun müəllim eşq olsun, pis insan deyil. Çox sağ olun. Deyir, çox sağ olsun Zami müəllim. Minnətlər Zami müəllim. Fəriş müəllimə də salam deyəm. Bir dənə kəmərdə dur, bir söz deyəcəm. Yaxşı. Buyurun Ceyhun müəllim, siz zəhmət olmasa. Saxlayaq hələ də istəyirsiniz. Yox, siz davam eləyin, kənd haqqında danışın, ənənələr haqqında və s. Allah bəli Zami müəllim.
Hə, bura mənim uşaqlıq illərimin keçdiyi yerə gedən yoldur. Çox maraqlı, gözəl yolu var. Yaşıllıq, hər tərəf meyvə bağlarıdır. İnsanlar təsərrüfatla burada məşğul olurlar. Sadəcə burada 20 il əvvəl olmuşam Ceyhan. 20 ilə sadəcə necə mən xatırlayıram, yadımda qalıb, hələ də maraqlıdır. Həmişə bu yolu düşürdük aşağı, orada market var idi. O marketdən nəsə almağa. Nəsə almaq üçün gedirdik ora. Maraqlıdır ki, insanlar yəqin ki, düzənlik olduğuna görə hələ də burada çox insan yaşayırlar. Uşaqları görmək olur, gəncləri görmək olur. Fikir versəz, baxın, uşaqlar, gənclər burada hələ də belə deyim, gözə çox dəyər. Amma elə kəndlərimiz var ki, orada artıq uşaqlar, gənclər görsənmir. Azdılar. Yəni ki, o demografik artım olmur, ya insanlar köçür. Salam. Buraydı. Çoxu fındıq bağlardı Ceyhun. Fındıq, gilas bağları var. Bəs hansı xalqlar burada daha çox yaşayır Xaçmaz rayonu ərazisində? Salam əleykum. Yorum yazın. Yorum yaz. Bəs hansı xalqlar daha çox yaşayırlar? Xaçmaz arasında ləzgilər, tatlar, qırızlar, ceglilər. Demək olar Qubada yaşayan xalqların nümayəndələri əksəriyyəti Xaçmaz arasında da yaşayırlar. Belə deyək, burada məskunlaşırlar. Demək, indi biz Çınartalı kəndindəyik, kəndin çıxacağındayıq. Elə də böyük bir kənd deyil, hə, Ceyhun mənim? Kiçik bir kənddir. Kəndin çıxacağındayıq. İndi biz gedirik Palçıqoba kəndinə tərəf. Hansı mən orada oxumuşam, təhsil almışam. 1-ci, 2-ci, 3-cü siniflərdə mən o məktəbdə oxumuşam. İndi bura bir kənd təsərrüfatı ilə məşğul olan, aktiv şəkildə məşğul olan bir yerə çevrilib. Burada da görürsünüz, baxın, sağım alətləri və s. Amma yaxşı inkişaf edib kənd bu illər ərzində. Bura magistraldır, hansı ki buradan keçir Xaçmazdan Xudata gedən yol buradan keçir. Məktəbin yolu da yəqin ki oradan keçir, amma biz maşınları gözləməliyik. Bu yol birinci gedir Qusarçaya, sonra gedir Xudata. Gəl elə oradan keçərik. Yol keçmək üçün yer var. Burada daha çox kənardan köçüb gələn insanlar yaşayır demək olar ki burada. Yəni burada nəsə uzun müddətli, köklü yaşamış nəsillər və s. indi ola bilər neçə nəsil yaşasınlar, 5-6 nəsil uzağı burada yaşayar. Bəlkə də səhv eləyirik, səhv eləyiriksə buradan olan insanlar bizi bağışlasın. Amma daha çox kənardan köçüb gəlmiş insanlar burada məskunlaşıblar o vaxtdan. Çünki düzənlik ərazidir, su var, yola yaxındır və heyvan saxlamaq üçün, o cümlədən də kənd təsərrüfatı üçün uyğun burada şərait var. Ona görə insanlar gəlib burada məskunlaşırlar. Xaçmazın tarixi də çox uzaqlara gedə bilər. Hansı burada əvvəl Çola vilayəti olub. O vaxtı da hansı bu lap ilk dövlətlər yaranan vaxtlardan tarix bilgilərim ancaq mənə bunlar yadıma gəlir ki, bu barədə məlumat verim sizə. Amma məncə bu ərazilərdə o qədər də çox qədimə gedib çatmaz.
Yol lövhəsindən də görürsüz ki, Palçıqoba soldadır, Çinartala isə sağda yerləşir. Bu tərəf Çinartaladır, bu tərəf isə bəli, Xudad tərəfdən üzü Xaçmaza gedəndə bu tərəf isə Palçıqobadır. Amma biz Palçıqoba kəndinə necə daxil ola bilərik Ceyhun müəllim? Böyük ihtimal ki oradan. Aha. Gəlin ora. Ora dönək, o istiqamətə dönək. Həqiqətən də insanın bir müddətdən sonra əgər kimsə rəhmətə gedərsə, bilmirəm onun tarixi nə qədərdir, neçə gündən sonra həmin insanın səsini unudursan. Belə bir şey var. Bəli. Sən səsin unudulma vaxtı daha azdır, nəinki insanların sifətlərinin və həmçinin də gördüklərinin, vizual yaddaşın unutulma vaxtı. Ona görə də vizual yaddaşımız daha güclüdür. İndi biz keçə bilərik yolu, çünki svetofor burada fəaliyyət göstərir. Biz rahat yolu keçib yolun digər tərəfinə keçə bilirik. Səhv eləmirəmsə bir neçə il öncə Palçıqoba kəndində olan məktəb yanmışdı. Onlar kiçik bir yerdə dərs keçirdilər. Sonra məktəb əsaslı təmir olundu və həmçinin də restavrasiya getdi. Və indi gözəl bir məktəb. Burada yaşayan həm Çinartala kəndinin, həm də Palçıqoba kəndinin insanları tərəfindən bu istifadə olunur. Kəndin uşaqları burada gəlib təhsil alır. Məncə Mollaoba da bura gəlmiş olar, yoxsa yox? O barədə tam Bəlkə onların ayrıca məktəbləri varsa heç. Amma Çinartalanın dəqiq məktəbi yoxdur, çünki böyük bir kənddə deyil, kiçik bir kənddir. Əhalisinin böyük hissəsi belə deyək, məşğuldur burada kənd təsərrüfatı ilə. Burada maraqlı bir yerdir. Mən bura uşaqlıq yaddaşımda qalıb. Görüm, bəli, Palçıqoba bələdiyyəsi burada yerləşir 1981-ci ilə. Ayda həmçində Xaçmaz rayon Mərkəzi Kitabxana sisteminin Palçıqoba kənd kitabxana filialı da məhz burada yerləşir. Sadəcə baxmaq lazımdır. Üzü məktəbə doğru gəlin biz yolumuza davam edək. Fikirləşirim, bəlkə bura yerləşdirim səsi daha rahat yazmaq üçün. Bəli, çox böyük, gözəl bir məktəb burada açıblar. O vaxtda kiçik bir məktəb var idi. 2 korpusdan ibarət. Əsas korpus və yardımçı korpus. Əsas korpusda mən təhsil almışam. 1-ci, 2-ci, 3-cü sinfi elə buradakı marketdə olduğu kimi qalıb neçə il öncədən və burada da kiçik bir market var idi, mağaza var idi. Hansı uşaqlar gəlib buradan alış-veriş eləyirdilər. Hələ də yerindədir. Heç yerə tərpənməyib, burada qalıb. Və bu isə Palçıqoba kənd tam orta məktəbidir. Görə bilərsiniz, belə gözəl bir məktəb burada tikilibdir. Bol suludur bu kəndlər. Görürsünüz ki, hər yerdən arxlar var. Yəni kəndin su təchizatı sırf kənd təsərrüfatı ilə bağlı olduqca yaxşıdır. Və insanlar burada rahat şəkildə əkin-biçin işlərinə məşğul ola bilirlər. Bu isə Palçıqoba kəndinin yoludur. Çox gözəl bugün səmada biz mənzərənin şahidi oluruq. Mənim üçün nostalji oldu açığı. Çünki bu mənim 1-ci, 2-ci, 3-cü sinifdə təhsil aldığım təhsil ocağıdır. Əgər mənim ilk müəllimim Gülzaman müəllimə məni videonu izləyirsə ona təşəkkürlərimi çatdırıram. Həqiqətən də müəllimlər bizim həyat yolumuza birbaşa işıq saçan insanlardır.
müəllimlərimiz həmişə cəmiyyətdə diqqət sahibi olmalıdır. Onlara hamımız diqqət göstərməliyik və onlarla bağlı məsələlərə də həssas yanaşmalıyıq. Bəli, bəlkə biz artıq məktəbdə oxumuruq, amma məktəbdə bizə öyrədilən ədəb ərkan, müəllimlərimizin bizə nəsihətləri isə heç vaxt bizim yaddaşımızdan çıxmamalıdır və biz hər zaman bu belə deyək, onların nəsihətlərini və onların fikirlərini, bizə öyrətdiklərini həmişə yadımızda saxlamalıyıq. Bu isə yadıma gəlir, burada hələ belə tikililər yox idi, amma artıq indi daha çox burada tikililər var. Məktəbin arxa tərəfi idi, həmişə burada dostlarımızla biz oynayırdıq müxtəlif oyunları. Və buradan o vaxtı yadıma gəlir ki, kanal keçirdi. Bir dəfə o kanala yıxılmışdım. Belə bir xatirəmdə də belə bir yaddaşımda hissə qalıb. Hündür ağacları olan bir kənddir.